Baxız, bu Zərdüşt Peyğəmbərin Kəbəsidir. Buna İranda Kəbə-i Zərdoş deyirlər. Bu söz də Fars dilində deyil, bu söz özü Midiya dilindədir. Kəbə-i Zərdoş 65-70 kilometr böyük şəhər olan Şirazdan kənardadır. Kəbə-i Zərdoş tək tənhadır. Ondan öndə bir qayalıq var. O qayalıqda 4 İran şahı dəfn olunmuşdur. Birinci Dara, ikinci Dara, ikinci Şapur və ikinci Bəhramın məzarları o qayalıqdadır. O qayaların içində otaqlardadır. Amma mən burada ziyarətçiləri görmədim. Cəmi 4-5 nəfəri gördüm. Yəni bu ziyarətçilər də gəlmələrdir mənim kimi. Kəbə-i Zərdüştü çox acınacaqlı bir vəziyyətdə gördüm ki, hansı ki vaxtilə bu ağ mərmərdən tikilmiş bir binadır, deyə bilərik və Kəbə-i Zərdüştün ölçüləri ilə Məkkədəki Kəbənin ölçüləri eynidir. Hərgah bu 2500 il qabaq tikilib. Kəbə-i Zərdüşt ona görə bu gündədir ki, çünki İranda buna münasibət öyüdür. Zərdüşt Azərbaycanda doğulduğu üçün onun Kəbəsi də bizdə olmalı idi. Amma İran şahları onun Kəbəsini öz paytaxtlarına yaxın yerdə tikdilər. Belədir. Zərdüşt əbədidir, ölməzdir. Çünki o haqladır, çünki o Allahladır.